bu dəqiqə Bakıda ən bahalı mənzilin qiyməti? Mart ayında 80 milyona satıldı. Bu dəqiqədə orada ünlü, tanınan simalardan biri yaşayır. Bakıda olan mənzillərin qiyməti enəcək, yoxsa daha da artacaq? Qiymətin enəcək xəyalından vazgeçsinlər. 2060-cı ilə qədər qiymətin artımı olacaq, nəinki enişi olmayacaq. Əvvəl Masazırdan, Xırdalandan ev alırdılarsa, indi Sumqayıtdan ev alırlar. Bunun səbəbi nədir? Sumqayıtda yeni bir inkişaf dövrüdür. Orada yeni qurulan komplekslər və komplekslərdə olan rahatlıq, Bakıda barmaqla sayılacaq qədər o rahatlıq var. Aynanın yeni düzəltdiyi yol xəttindən istifadə edərək Bakıdan Sumqayıta, Sumqayıtdan Bakıya gedib gəlmək 20 dəqiqəyə yetişə bilirsən. Mən bu fikrinə razı deyiləm. Yəni mən o yolu hər gün istifadə etdiyim üçün əminliklə danışıram. Xoş gördük hər birinizi. Dostlar, bu dəfəki qonağım daşınmaz əmlak üzrə ekspert Vüqar Əliyevdir. Necəsiz Vüqar müəllim? Çox sağ olun, təşəkkür edirəm. Siz yaxşı olasınız. Var olun. Vüqar müəllim, daşınmaz əmlak deyilən kimi bir çoxlarımızın ağlında ilk bu sual yaranır. Niyə Azərbaycanda daşınmaz əmlak belə bahadır? Əslində deməzdim bahadır. Çünki Azərbaycanda olan yaşam tərzinə görə olan qiymətlər daha da ucuz sayılır. Qonşu ölkələrə baxanda Azərbaycan ucuz sayılır. Bəli. Və qiymətləndirmədə çox adam indiki digər köhnə illərlə müqayisədə düşünür ki, artım çox yüksəkdir, sürətlidir. Deməzdim, çünki yaşam tərzimizə görə qiymətlər çox münasib və hamının ala biləcəyi qiymətlərdədir. Bakıda olan mənzillərin qiyməti enəcək, yoxsa daha da artacaq? Mən belə bir fikir qeyd edərdim ki, bizi izləyən və mənzil almaq istəyən insanlarımıza səslənirəm ki, qiymətin enəcək xəyalından vazgeçsinlər. Çünki qiymət bizdə, Azərbaycanda mənzil qiyməti enişi olmayacaq, birmənalı. Net. Və tarix olaraq da, net olaraq deyə biləcəyim tarix odur ki, 2060-cı ilə qədər qiymətin artımı olacaq, nəinki enişi olmayacaq. Sizin adaşınız Vüqar müəllim demiş 2040, siz üstünə bir 20 illə gəldiniz, 2060. Net qeyd etdiyim rəqəmdir. Çünki bunun altından bir imzamı atıram və enişi olmayacaq 2060-cı ilə qədər. Gəlin açığın deyək. Əvvəllər yeni Yasamal, yeni Günəşliyə, bu kimi ərazilərdə bir 100-150 min civarında ev tapmaq olurdu. İndi həmin ərazilərdə evə baxsa, 150 min 200 min arasında dəyişir də. Təbii 100 minə də yeni mənzili var, amma ki o şərait, o yerləşdiyi məkan o deyil. Biz qiymətləndirməyə baxırıq 90-cı illərdə və 2000-ci illərin əvvəllərində, amma biz indi 2026-cı ildəyik. Və yeni Azərbaycanda yeni yaşam tərzi var və ona görə də qiymətlər müqayisə edilməzdir. Əvvəllər belə bir axım var idi ki, Bakı və Bakı ətrafı ərazilər. Misal üçün buna deyə bilərəm Xırdalan, Masazır, bu kimi ərazilərdə mənzillər çox alınırdı. Amma indi gəlin son bir ilə baxsaq, sanki üzü Sumqayıta doğru, hətta Sumqayıtın özündə belə axım var. Axının ən gözəl tərəfi ondadır ki, Bakıda həddən ziyadə bir-birinə yaxın ərazilərdə yeni tikili binalardır. İnsanlar da o sıxlıqdan sıxılıb, rahatlıq, bir fərah dolu bir yerə getmək istəyirlər. Təbii ki, buna Bakının ən yaxın şəhəri Sumqayıt desək, Sumqayıtda yeni bir inkişaf dövrüdür. Görürük inkişaf dövrü. Və məsəl üçün orada yeni qurulan komplekslər və komplekslərdə olan rahatlıq, Bakıda barmaqla sayılacaq qədər komplekslər var ki, o rahatlıq var. Niyə Sumqayıtda mənzil alım? Sualı yarananda. Mütləq yaranır bu sual. Çünki Sumqayıtın əsas girişində səni qarşılayacaq möhtəşəm bir kompleks, göz oxşayan hansıdır? Təbii ki, Bağçaşəhər. Bu Bağçaşəhərdə mən niyə mənzil alım? Sualı yarananda. Çünki Bağçaşəhərdə sakinlərin rahatlığını təmin edəcək bütün ehtiyaclar bir arada toplanıb.
Ora demək məktəb, bağça, market, aptek, geyim, restoranlar, bir çox fəaliyyət sektorundan asılı olmayaraq mağazalar və digərləri yer alır. Və bu kompleksdə sakin yerləşəndə artıq onun digər hər hansı bir yerə zaman itirmədən getməyinə ehtiyac qalmır. Çünki hər şey artıq kompleksdə bir aradadır. Həm rahatlıq, həm qiymət, həm də ki, birbaşa şəhərdən çıxış və şəhərə giriş çox münasib və əvəz olunmayacaq bir lokasiyada yerləşir Bağça şəhər. Və əslində bu Bağça şəhər dedikdə digər kompleksləri kölgədə qoyurmuş kimi səslənə bilər, amma reallıq da var da. Ümumiyyətlə vətəndaş mənzil alanda bu dəqiqə ən əsas nəyə fikir verməlidir? Kompleksdə ümumi cəmləşmiş, lazımi gündəlik ehtiyaclarını ödəyəcək bütün amillərə diqqət etməlidir. Bu kommersiya sahələrindən əlavə bunun birinci vurğuladığımız kimi məktəb, paralel bağça və eyni zamanda sənədləşmə, razılaşma bu şeylər də çox önəmlidir. Dediniz ki, Sumqayıtda yerləşən təzə kompleksdə rahatçılığına görə vətəndaş gedir Sumqayıtda mənzil alır da. Burada bir əsas sual yaranır ki, axı Bakıdan Sumqayıta gedəndə də bir zaman itirir də. Bu ən aşağısı 1 saat, 1 saat yarım zaman itirir vətəndaş. İndiki dövrdə zaman da əsas rol oynayır. Mən sizə razı deyiləm. Niyə? Çünki zaman itirirdik 2024-cü ilə qədər. 2024-cü ildən bu ilə qədər artıq Bakı-Sumqayıt yolu o qədər möhtəşəm inkişaf edib ki, orada Bakıdan Sumqayıta 20 dəqiqə zaman itirirsiniz. Eyni zamanda bu maşınla hərəkət ediləcək zolağı qeyd edirəm. Paralel olaraq daha öncəki illərdə insanlar avtobusla mənzil başına çatmaqda çox böyük sıxıntı yaşayırdılar. Amma indi Aynanın Bakı-Sumqayıt yoluna əlavə verdiyi avtobuslar insanların rahatlığını 1-ə 5 artırdı. Artıq tələbələr olsun, işə gedib gələnlər olsun. Yəni Bakıdan Sumqayıta, Sumqayıtdan Bakıya gedib gəlmək avtobusla belə 15 dəqiqə kifayət edir. Sumqayıtdan Bakıya gəlmək olmuş şey. Düzdür, Vüqar, mən bu fikrinizlə razı deyiləm. Nə qədər də o deyirsiniz, Bakı-Sumqayıt yolu möhtəşəm olub. Düzdür, ora avtobus xəttləri çəkilib, yeni avtobus xəttləri buraxılıb. Bəli, ictimai nəqliyyat demək olar ki, yeniliyi var. İctimai nəqliyyatda yenilik olmağa baxmayaraq, şəxsi avtomobili olan şəxslər əziyyət çəkir. Yox, axı elə bir sıxlıq yaranmır. Sıxlıq yaranmır. Baxın, bu yaxınlarda Aynanın gözəl bir yol xətti işlədi. Bakı-Sumqayıt yolunun üzərində bizim Greenfield Residence Biləcəridən köməkçi yol olaraq yeni bir yol xətti çəkdi Greenfield Residence-in qarşısında. Necə oldu? Greenfield Residence-də yaşayan sakinlər Bakıya qayıtmaq üçün Aynanın yeni düzəltdiyi yol xəttindən istifadə edərək Bakıya tıxacsız, zaman itirmədən geri qayıda bilir. O yol həmçinin xidmət göstərir Biləcəri sakinlərinə, gedib gələnlərə də. Və eyni zamanda da Bakı-Sumqayıt yolunun sıxlığının sayını azaltmış oldu. Nə qədər də azaltmış oldu. Sadəcə müəyyən saatlarda ola bilər, o da biixtiyar olan bir sıxlıqdır. O da zaman etibarilə 30-40 dəqiqə bitir. Sizin dediyiniz həmin yol vasitəsindən, bəli, Greenville sakinlərinin yolu qısaldı və tıxac görmürlər. Tək Greenville yox. Biləcəri arasında. Biləcəri sakinləri. Biləcəri sakinləri həmin yol vasitəsindən istifadə edib, deyəlim ki, bir saat 40 dəqiqə qabağa düşdülər. O tıxaca gözləmək ki, gedib qabaqdan geri dönüş edib, o dönüş edib gəlməyən kimi o yolda istifadə edirlər. Bakı daha tez, daha sürətli. Daha sürətli olur. Yəni mən o yolu
hər gün istifadə etdiyim üçün əminliklə danışıram. Çünki həm saatlar olaraq pik vaxtlarda da o yoldan istifadə edirəm və qeyri pik vaxtlarda olmayan saatlarda da. Yəni pik vaxtlarda tamam, mən sizdən razıyam. 30 dəqiqə fərqi ola bilər. Amma qeyri-iş saatları ki var, onlarda tam rahatlığı ilə 20 dəqiqəyə Bakıdan Sumqayıta yetişə bilirsən. Mətbuatda izlədim. Təzə yol xəritəsi olacaq. Bakıya daxil olmasın, təzə yollar çəkiləcək. Bəlkə o yollar istifadəyə verilsə, Bakı-Sumqayıt yolunun, o M4 bil, səhv eləmirəmsə, M4 adlanan yolun yükü biraz azala bilər. O da istifadəyə veriləndən sonra. Azala bilər, yox, hətta çox hiss olunmadan azalacaq. Niyə? Çünki bunu əminliklə deyirəm və altından imzamı da atıram. Ona görə ki, bu fikir hər gün o yoldan istifadə edən şəxs kimi, vətəndaş kimi deyil, paralel olaraq bizim Bağça şəhər yaşayış kompleksində yaşayan, Bakıda işləyən sakinlərin də fikir və rəylərini hər zaman dinləyib almışıq ki, zaman itirmədən tez mənzil başına və yaxud da ki, lazım olan işlərin görülməsi üçün getmək istədiyimiz Bakıya çox tez çatırıq. Vüqar müəllim, belə bu hissəni elə burada sonlandırıb tamaşaçı sözü verəcəm. Görək bu fikirlərdən tamaşaçı necə razıdırlarmı? Gecikməyənlər məndən razıdır. Gecikənlər sadəcə artıq yuxudan gec duranlar olacaq. Gecikənlər də məndən razı olacaqlar. Bir qism evlər var ki, görürük, qaz, su, işıq var. Hər şey qaydasındadır. Evlər hələ də kupçasını ala bilmirlər. Bəzi mənzillər var ki, vəd veriblər, amma müştərini aldadıblar. Tikilməkdə olan, o el dilinə desək, katlavan mənzillərə necə inanmalıdır? Mən deyərdim ki, mənzil almaq istəyən sakin birinci onun tikən şirkətin referans olaraq bundan öncəki inşa edib istifadəyə verdiyi komplekslərə nəzər salıb sonra oradan mənzil almalıdır. Adam yəni bütün varını, yoxunu qoyur, bir ev alır, sonra görür ki, o ev eyni anda bir neçə nəfərə satılıb. Ziyan görən tərəf alan olur, satan zaten qazandı. Sizin həm şəhərdə layihəniz var, həm də hal-hazırda Sumqayıtda da layihəniz var. Bir çox yerdə layihələriniz var təbii ki. Müqayisə eləmək istəyirəm. Şəhərdə mənzilin satışı nə dərəcədədir? Sumqayıtda mənzilin satışı nə dərəcədədir? Hansı daha tez satılır? Sumqayıtla Bakını müqayisə etsək, təbii ki, Bakıda artıq az bir sayda mənzil qalıb. Sumqayıtda yekunlaşdırmağa doğru gedirik. Artıq müəyyən bir qismdə mənzillər qalıb. Yəni az qalıb. Onlarda bəli, az qalıb. O da ki, təbii ki, qeyd etdiyim amillərə üstünlük verən sakinlərin sayəsində oldu ki, sürətli satışın həyata keçirilməsinə gətirib çıxartdı. Ukrayna-Rusiya müharibəsi deyir qiymətə təsir etdi. Orada olan sahibkarlar gəldi Bakıdan evlər aldı və evlərin qiyməti qalxdı. Ümumiyyətlə sizcə müharibələrin, bizə yaxın qonşu ölkələrdə baş verən siyasi proseslərin daşınmaz əmlaka təsiri olurmu? Mən o fikrinə razı deyiləm. Çünki ölkəmizdə yaşayan vətəndaşların aylıq gəliri, qazancı o qədər, yəni kifayət qədər ala bilmək gücə sahib olduqları üçün hər hansı bir qonşu ölkələrdən gələn mənzil almaq istəyənlərə ehtiyac qalmır. Yəni öz vətəndaşlarımız. Kifayət qədər alıcımız var. Mənzil alanda yaranan suallardan biri budur. Təmirli mənzil alım yoxsa təmirsiz mənzil alım? Bəzən deyirlər ki, təmirsiz mənzil alım, özüm təmir edeyim. Burada müəyyən qədər maddi durumum yaxşı ola bilər. Yəni çox riskli olma. Amma bir qismə deyir ki, yox, bu təmirə sərf elədiyin zamanı və maddiyyatı və ondan sonra hazır ki, təmirli mənzil al. Sizcə təmirli mənzildə müştəri qazanır yoxsa ki, təmirsiz mənzildə? O artıq zövqə bağlıdır. Zövq və zamanın geniş olmağına bağlıdır. Əgər bir mənzil alan sakinin zamanı varsa, bir mənalı təmirsiz mənzil almaq istəyəcək. Yox, zamanı yoxdursa
və zövqə də o qədər də ağırlıq vermək istəmirsə, demək bir mənalı o təmirli mənzil almaq istəyir. Faiz etibarilə götürsə 50-50-yədir. Yəni hansında oldu? Hər ikisindən var. Almaq istəyən təmirli də var, təmirsiz də. Yəni heç biri biri-birindən artıq deyil. Və biri az, biri çoxdur deyə demək olmaz. Çünki o artıq zaman və zövq mövzularına bağlıdır. Hansı Bakının hansı ərazilər var ki, misal üçün biz indi onlara belə baxırıq ki, yəni yatırım etmirik, orada mənzil almırıq, amma növbəti 5 ildə həmin ərazilərin qiyməti qalxacaq. Orada infrastruktur düzələcək, yaşayış obyektləri olacaq. Bax, Bakının bağlı qalan, sirli qalan hansı ərazisi var ki, orada mənzil almağı daha çox məsləhət görürsünüz? Bu günləri Sabunçu rayonu adlanan bir əraziyə çox insanlar qiymət baxımından yatırım etməyə gərək görmür. Riskli zona kimi baxılır. Amma sizə deyim, 6 il sonra orada yeni qurulacaq binaların qiymətlərinə baxdıqda digər yeni tikilən və adları daha çox yüksək qiymətlərlə hallanan ərazilərdə daha çox bahalı qiymətlər olacaq. Bu dəqiqə Bakının ən bahalı ərazisi və həmin ərazidə təqribi qiymətləri. Rayon olaraq qeyd etsək, ən bahalı sayılan ərazilər indi qeyd edirlər Səbaildir, Yasamaldır. Amma Biləcəri onlardan geri qalmır. Biləcəri? Bəli, bəli. Bu qiymətlər həqiqətən şişirdilmiş qiymətlərdir, yoxsa reallıqdır bu qiymətlər? Mən deyərdim ki, bu şişirdilmiş qiymətlər yalnız kör nöqtələrdə olan komplekslərə aiddir. Kör nöqtələrin hansı ərazidə sayılır? Hansı ki, dərədə, kənarda, infrastrukturun lap qıraqda qalan nöqtələrdə olan komplekslər, adlarını çəkmək istəmirəm, bunlar üçün reklam olar. Ona görə o nöqtələrdə həddən ziyadə şişirdilmiş qiymətlərdir. Bəzən olur ki, deyirlər 150 minə, 200 minə gedib bina evi almaqdansa, gedib 150 minə, 200 min civarında Bakı ətrafı kəndlərdə bir həyət evi alaram. Ümumiyyətlə, həyət evlərinin qiyməti necədir indi hal-hazırda? Həyət evlərinə maraq bir vaxt pandemiyadan sonra böyük bir izdiham yarandı. Heç kim bina evi almırdı, ancaq həyət evi alırdı. O pandemiya bitər-bitməz, o türklərdə bir qəşəng bir söz var, eski köyə yeni bir adət. Yenidən qayıtdıq bina evlərinə, çünki bina evi də alır, girir, təmirini etdi, qapısını bağladı, rahat, komfort. Amma həyət evi, yəni istər-istəməz aylıq sənin gərəksiz məsrəfların çıxır ortaya. Ona görə bu dəqiqə həyət evi maraqlı deyil. İndi yeni bir dəb yaranıb, makler evlər deyirlər. Onu gəlməsin, makler evlər. Bugün onu alan adamlar çox peşmandır. Çünki alır adam mənzili, girdi, 6 ay sonra mənzil üstünə gəlir. Çünki təmir sıfır. Orada vizual olaraq estetikaya üstünlük verir. Ona görə də təmirli və ya təmirsiz bina evi almaq həyət evindən sərfdir. Hansı makler hilələrini görmüsünüz indiyə qədər? Hansını sayım? Birin misalını deyil ki, deyil, vətəndaş onu deyil, görsün. 3 deyil. Bu günləri bir detalda qeyd edəcəm. Məsəl üçün, bir adamın satmaq istədiyi real qiymət 80 minlik mənzildirsə, onu makler adlandırdığımız el arasında əmlakçı üzərinə bir estetik bir əl gəzdirir, onu qoyur 150 minə. 150 minə onu alanda, o bəzən olur da, kamera qarşısında bəhbəhlə satırlar. Sonra baxırsan ki, sənəd saxta, su saxta, qaz saxta. Bunlar saxta dediklərimiz nədir? Qazı verirlər, xüsusi bir qaz balonla ayrı yerdən xətt çəkirlər, müvəqqəti verirlər.
Belə də aldadırlar vətəndaşı. Hə. Su xəttinə ayrı bir yerdən və sonda da gəlir çıxır ki, sənin o əraziyə heç dövlətin verdiyi su xətti yoxdur, qazı yoxdur. Amma iş işdən keçmiş olur. Artıq vətəndaş məğlub. Mövzu qalır, vətəndaş qalır məhkəmə yollarında, özünü sübut edənə qədər canı candan gedir. Bu dəqiqə Bakıda ən bahalı mənzilin qiyməti. Adını soruşmayın, deməyəcəm. Soruşmalı. Ünvanı da soruşmayın. Yaxşı, onu da soruşmalı. Rəqəm olaraq qeyd etmək istərdim ki, var. Hətta deyim sizə, mart ayında o mənzil satıldı. Qısa zamanda satılıb. 80 milyona. 80 milyona satıldı və bu dəqiqədə orada çox möhtəşəm, ünlü, tanınan simalardan biri yaşayır. 1 hektar ərazinin içərisində olan yeni tikili 4 mərtəbəli bina idi. Kiminsə sağlığına qismət. Şadlıqlar eləsinlər. Mənzil alır, 20 illik, 25 illik ipotekaya mənzil alır. Və bir qism düşünür ki, 20-25 illik mənzil almaqdansa gedib kirayədə qalaram, istədiyim şəraitdə, istədiyim yerdə mənzildə yaşayaram. Və sizcə kirayədə yaşamaq mı məsləhətdir, yoxsa ipotekaya mənzil almaq? Mən deyərdim ki, ipoteka fondu çox gözəl bir təkliflərlə vətəndaşlarımıza təmirli mənzillər almaq şəraitini yaradıb və deyərdim ki, bütün kirayədə qalan sakinlər hamısı o evlərdən almaq arzusundadılar və Allah hamısına qismət etsin. Amin. Və ona qeyd edim ki, çox böyük bir sərf edir. Ona görə ki, biri var, sən hər ay kirayədə qaldığın mənzilə 1000 manat. Ən zəif, ən bərbad təmiri olmayan mənzil 800-dədirsə, normal şəraiti olan 1200-1300-dədir kirayə mənzilləri. O gərəksiz yerə o pulu ora verməkdənsə, hər ay ödəyib, o ev bilirsən ki, sonunda sənin və yaxud da sənin ailə və övladlarına qalacaq. O daha əlverişlidir nəinki kirayədə mənzildə qalmaq. Bu dəqiqə kirayə mənzil almaq modulundan almaq istəyənlərin sayı da həddən ziyadə çoxdur. Və tələbat çox olur və çoxdur. Düşünürəm ki, hamısı bu arzusuna çatacaq. 2 il olar da, bəlkə 1-2 il bundan əvvəl elə sarayda mənzillər, bir otaqlı mənzillərin qiyməti 400 manatdan başlayırdısa, ötən gün görürəm artıq mətbuatda sarayda bir otaqlı və ya bir otaqlı səhv eləmirəmsə, bir otaqlı mənzillərin qiyməti 620 manatdan başlayır. Zamanında saray qəsəbəsində yatırım etmərəm deyənlər, saray qəsəbəsində mənzil almaram deyənlər bu günləri sarayda boş mənzil tapmaq müşkülə bərabərdir. İndi hal-hazırda kirayə bazarında vəziyyət necədir? Kirayə bazarında əslində Bakıda yalnız kosmik qiymətlərlə kirayə mənzillər verilir. O da harda? Universitetlərə yaxın olan ərazilərdə, şəhərin müəyyən nöqtələri var ki, orada. Amma Bakının və yaxud da ki, Azərbaycanın digər nöqtələrində kirayə mənzil qiymətləri çox aşağıdır. Bir çox xarici ölkələrdə olmusunuz, daşınmaz əmlak sərgilərində olmusunuz, çıxış eləmişsiniz, Azərbaycanla bağlı mənzillər göstərmişsiniz. Xarici investorların Azərbaycan bazarına, daşınmaz əmlak bazarına marağı nə dərəcədədir indi hazırda? Daşınmaz əmlak bazarında xarici investorların çox böyük marağı var. Və deyərdim ki, son göstəricilərə nəzər yetirsək, axım həddən ziyadə çoxdur. Xarici investorlar tərəfindən. Bu şamil olunur həm mənzil satışına, həm də iaşə obyektlərinin satışına.
Ən çox hansının üstünlük verilir? İşə obyektinə yoxsa ki mənzilə? Mənzil satışında daha çoxdur. Nə dərəcədə uğurludur? Belə deyim, bütün ərazilərdə bu uğurlu deyil. Məsələn, biz hal-hazırda şəhər olaraq Sumqayıtdan danışırıqsa, Sumqayıtın bütün ərazilərində daşınmaz əmlaka yatırım etmək uğursuzluq gətirir. Çünki burada rol oynayır lokasiya. Bu günləri sahibkarlar arasında çox böyük bir xəyal və arzu edənlər var ki, mənim Bağça şəhərdən daşınmaz əmlak almaq arzum var. Növbədə gözləyənlər var. Hətta növbədə gözləyənlər var. Bizim start, finish edə biləcəyimiz tarixi gözləyirlər. Onlar Çünki Sumqayıtda yeni nəfəs var, maraq var. İstər sahibkar üçün, istər alıcı üçün, istər də satan üçün. baxın, Biləcərdə Greenville layihəniz var da. Greenville layihəsi 16 dildə iaşə obyektləri olacaq. Hələ ki görmürük iaşə obyektləri. Yol deyirdilər, yol oldu. Yol düzəldi. Artıq sakinlər, tək Greenville sakinləri yox, Biləcəri sakinləri həmin yoldan rahat istifadə edir. Bəs onun birinci mərtəbəsində də iaşə obyektləri nə vaxt olacaq? Greenville Residence-də yeni bir mall konsepti var. Artıq onun altyapı işləri görülməkdədir və zamanında Greenville Residence biz inşasına başlayanda çox adamın ora risk edib, mən buradan mənzil almaq, gediş-gəlişim çətinlik olar və yaxud da ki, digər lazım olacaq gündəlik ehtiyacları ödəyəcək mağazalar, restoranlar filan olmayacaq, şəhərdən kənar qalacam deyən insanlar artıq bugün oradan ev almaq arzusundadır. Və yeniliklərdən danışsaq, orada Greenville Residence-də Greenville Mall-un açılışı üçün altyapı görülən işlər ki var, görülməkdədir və yeni möhtəşəm böyük bir marketin açılışının təmir işləri yekunlaşdırılmaqdadır hal-hazırda və 22.000 kvadrat metr əhatə edəcək malldur və o mallda Azərbaycanın ən möhtəşəm və analoqu olmayan əyləncə kompleksi olacaq. Mən buradan anons olaraq dedim. Bizim o yeni açmaq istədiyimiz, o üzərində çalışdığımız mall yalnız Greenville sakinlərinə xidmət göstərməyəcək. O xidmət göstərəcək Xırdalan, Xocasən, Biləcəri, 20 Yanvar, Şamaxınka adlanan ərazi və paralel olaraq az öncə danışdığımız Bakı-Sumqayıt yolu, Masazır, bütün bu massivin hamısının bir toplu olaraq mallun ərazisini cəmləyəcək. İnşallah. Amin.